Salam əzizlərim, vloguma xoş gəldiniz. Bugün qızlarla nəhayət yeni il yarmarkasına gedəcəyik. Ona görə gəlin əvvəlcə hazırlaşaq. Kombinimə bayıldım deyə bilərəm. Həqiqətən çox xoşuma gəldi. Tam istədiyim kimi oldu. Nə yalan deyim, çox soyuq idi və üşüdüm. Nəysə. Daha sonra qızları elmlərdən götürməyə gedirəm və nəhayət gedib çatırıq. TikTokda və Instagramda yemək videoları görməkdən artıq bezmişdik. Axır bizə də qismət oldu. Fidan burada tavuk pilav yeyir, amma mən almadım çünki hər il alıram, bezdim artıq. Aysu ilə o biri Fidan isə kasadella aldılar. Biz də Nəzrinlə o məşhur yeməyi alıb nə qədər çalxalasaq da alınmadı. Hətta üstümə tökdüm. Sonra Berryportdan balaca pankeklər aldıq. Dadı möhtəşəm idi. Həqiqətən o pula dəyərdi. Digər qızlarımızın da yediklərini sizə göstərirəm. Aysu gil mando aldılar. Dadını bəyəndilər. Koreya mətbəxinin yeməyidir. Belə ab-hava gözəl idi. Hər il olduğu kimi mən zaten yeni il ərəfəsini çox sevən bir insanam. Ən sevdiyim bayram ola bilər. Bura gəlmişkən bulvardakı yarmarkaya da yollandıq. Biz nəsə almadıq. Aysu gil fish and chips aldılar. Sağ olsunlar mənə də qonaq elədilər. Kaş gəlib pulumu burada xərcləyərdim. Bura soyuq əllərdən daha qəşəngdir. Evə gedəndə anam üçün tiramisulu Magnolia da götürdüm. Vloqum bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.